Qarabağla Ajaxın matçı bizim üçün nə qədər önəmlidir? Təkcə Qarabağ üçün yox, ümumiyyətlə Azərbaycan futbolu üçün çox böyük önəm daşıyır bu qarşılaşma. Çünki Qarabağ bura qədər zaten böyük bir tarix yazıb. Çempionlar Liqasına düşməyimiz belə özü bir tarix edələ. Bundan sonra da bu iş prosesdə daha 7 xal yığmamız da özü də böyük bir tarix idi. İndi artıq komandamız, təmsilçimiz daha böyük bir tarixin astanasındadır və biz Ajaxa qalib gələcəyimiz halda 10 xal toplayacağıq və bu artıq hesablamalara görə bu bizi komandamızı play-offa çıxmağa şans verəcək bir xal olacaq. Yəni 10 xal play-offa çıxmaq üçün yetərli xal olacaq. Bu da çox böyük bir tarixdir. Böyük yeni rəqibin olması deməkdir. Daha böyük komandanın Azərbaycana gəlməsi deməkdir. Daha böyük uğurun qazanılmasına şans qazanmamız deməkdir. Ona görə də maçın əhəmiyyəti çox böyükdür və bu maçda da azarkeşlərin də böyük marağı var. Ümumiyyətlə, hər kəsin böyük marağı var. Mən düşünürəm ki, maraqlı da qarşılaşma olacaq. Ajaxın həm ev oyunlarında, həm də Çempionlar Liqasındakı uğursuz nəticələri nəzərə alsaq, onlar bu oyuna nə qədər hazırlaşıblar ya da bu oyun onlar üçün nə qədər önəm daşıyır? Yaxşı sualdır. Çünki hazırlıqlar öz yerində, amma Azərbaycana gətirdikləri heyətə baxanda, onların bu oyuna münasibətinə baxanda sanki Qarabağla maçı ciddiyə almadıqları görünür. Yəni bu maçı mütləq qələbə qazanmaq üçün Bakıya gəldikləri hiss olunmur. Yəni Weghorstun, Kenneth Taylorun, Yosif Şutalonun, hansı ki Benfica ilə son Çempionlar Liqası maçında hər üçü Ajaxın start heyətində oynayırdı. Onların Bakıya gətirilməməsi, onların əvəzində daha gənc futbolçuların ehtiyat skamyasında oturan futbolçulara şans verilməsi göstərir ki, Ajax bu maçda bir dönüş nöqtəsi kimi baxmır. Baxmayaraq ki, əvvəlki 5 maçda xal qazanmayıblar. Prinsip etibarilə Ajaxın xal qazana biləcəyi rəqiblər arasında bəlkə də ən rahatı Qarabağ kimi görünə bilər. Amma mən gördüyüm qədərilə, hiss elədiyim qədərilə bu Ajax Çempionlar Liqası maçına biz gözlədiyimiz əhəmiyyəti vermir. Çünki komandanın həftə sonu Feyenoordla maçı var. Bu daha vacib qarşılaşmadır. Çempionlar həm daxili rəqabət baxımından, həm də ki Çempionlar Liqasında şanslarını itiriblər deyə. Elə bir onsuz da bundan sonraki 3 maçın 3-ünü də qələbə qazansalar, bu da bəhs eləməyiblər. Hətta bu maçlarda hər 3 maçı ən azı 5-6 top fərqi ilə qalib gəlməlidir ki, şansları qalsın. Bu da reallığa uyğun gəlmir. Yəni bu real bir şey deyil. Ona görə də sanki onlar da beyinlərində bu maçı bir kənara atıblar, ölkə çempionatını fikirləşirlər. Çünki orada itiriləcək xallar növbəti mövsümə təsir edəcək və növbəti mövsüm Çempionlar Liqasından ümumiyyətlə Avrokuboklardan kənarda qalma ehtimalı var deyə ona görə də fikirlərini daha çox çempionata vermiş kimi görünürlər. Qarabağ hücum xəttində hansı addımları atmalıdır ki, oyundan istədiyimiz nəticəni əldə edə bilək? Düşünürəm ki, Ajaxın üstün tərəflərini biz nəzərə almalıyıq. Ajax ümumiyyətlə nadir istisnalar olmaqla bütün maçlarda rəqib qapısına yol tapa bilən komandadır. Yəni itkiləri də olsa belə hücumeli futbol oynayırlar və bir yolunu tapıb qol vururlar. Yəni qol vurmaqda Ajaxın bir problemi yoxdur, hücum baxımından problemləri yoxdur. Belə olan halda onsuz da güvən verməyən, o qədər də etibarlı olmayan müdafiə xəttlərində daha da boşluqlara yaranır və bu boşluqlardan istifadə etmək şansımız daha da artır. Mən düşünürəm ki, bizdə hücum xəttində yer alacaq futbolçuların kimliyindən yox, bizim hücuma necə çıxmamızdan çox şey asılı olacaq. Rəqibin üstümüzə gələcəyi aydındır, çünki onların başqa şansları yoxdur. Onlar bu oyuna qələbə üçün çıxacaqlar. Yəni müdafiə oturacaqlarını düşünmürəm, çünki müdafiə oturma onlara heç nə verməyəcək. Yəni otursalar da biz daha rahat qalib gələ bilərik. Onlar üstümüzə gələcəklər, pressing tətbiq edəcək. Ümumiyyətlə Ajax, ümumiyyətlə Hollandiya futbolu və onun ikonu olan Ajaxın genində müdafiə olunmaq yoxdur. Yəni bu komanda müdafiə olunmur. Bu komanda hücumda oynayır və bunu qəbul eləmirlər. Nə azarkeşləri, nə futbol ictimaiyyətləri Ajaxı müdafiədə görmür. Ona görə də komanda hücuma gələcək. Belə olan halda onların müdafiəsindəki boşluqlar olacaq. Bizim üzərimizə düşən iş isə müdafiədə diqqətli oynamaqdır. Bu sınağı biz ötən ev oyununda Chelsea ilə sınaqdan keçmişik. Çünki Chelsea daha ciddi pressing eləyə bilən komandaydı, daha intensiv pressing eləyə bilən komandaydı və biz bu ağır pressingin altından çıxmağı bacarmışıq. Bizim üzərimizə düşən iş nədən ibarət olacaq? Biz
müdafiədə çox diqqətli oynamalıyıq, ötürmələrlə çıxmalıyıq. Bu ötürmələri biz bacarırıq. Yəni ən təhlükəli ötürmələrlə də olsa çıxmağı bacarırıq. Burada Kohalskiyə və xüsusilə də orta xətt oyunçularımızı, dayaq nöqtəsində olan futbolçularımıza iş düşəcək. Yəni bu topu özümüzdə saxlayaraq o topu orta xəttə ötürüb, orta xəttdən isə ötürmələrlə yox, uzun ötürmələrlə cinahlara. Sol cinahda Zubir və Cəfər Quliyev cütlüyü, sağda isə Andrade və Silva cütlüyünün aktivliyinə ümid eləməliyik. Mən düşünürəm ki, bu plan işlək plandır və Ajaxın da müdafiəsinin xüsusilə cinahları o qədər də etibarlı deyil. Müdafiənin mərkəzində müəyyən qədər oynaya bilirlər, amma cinahlarında problemləri var deyə o cinahlardan biz istifadə edə bilərik. Onsuz da Qarabağın üstün oyun tərəfi məhz əks hücumlar və cinahlardan hücumlardır. Ona görə də həmən bu şanslardan istifadə etməli və əlimizə düşən imkanlardan heç olmasa yarısından yararlanmaq lazım olacaq. Sizin fikrinizcə Qarabağın ideal start heyəti necə olmalıdır? Hazırda, yəni bugün üçün ideal heyət qapıda Kohalski, müdafiənin mərkəzində Bəhlul Medina, solda Cəfər Quliyev, sağda Mateus Silva, orta xəttdə Yankoviç, Pedro Bicalio. Onların qarşısında çox böyük ehtimalla Aday oynayacaq. Çünki Montiel variantı var idi, amma Montiel son tur maçında Zirə ilə maçda 90 dəqiqə oynadı, amma Qurban Qurbanovla da bu barədə soruşanda qeyd elədi ki, yəni hələ hazır olmaya bilər, ola bilər ki, ikinci hissədə daxil olsun deyə. Ona görə də mən düşünürəm ki, hücum xəttinin arxasında, yəni orta xətt hücumçunun arxasında böyük ehtimalla Aday oynayacaq. Sağda Andrade, solda isə Zubir. Hücumda isə yəqin ki, Kamilo Durana şans verəcək. Məndən olsa mən Nariman Axundzadəyə şans verərdim. Çünki belə komandalarla maçlarda yəni burada mərkəz hücumçusu ampulasında olan futbolçunun effektivliyi daha çox artır. Kamilo Duran pressingdə, cinahlardan oyunlarda daha yaxşıdır, amma bir mərkəz hücumçusu deyil. Yəni bu instinkt onda yoxdur. O pressingdə yaxşı iştirak edə bilər o öz yerində, amma o instinkt yoxdur deyə və əlinə düşən şanslardan da çempionat oynananda görmüşük, o qədər də yaxşı istifadə edə bilmir. Mən düşünürəm ki, Nəriman Axundzadə oynasa daha yaxşı olardı, amma təbii böyük ehtimalla Qurban Qurbanov hücum xəttində Kamilo Durana şans verəcək. Napoli'nin oyunda Yankoviçlə Silva arasında bir mübahisə yaşandı. Bunu nəzərə alsaq, Qurbanov bu dəfə futbolçularımıza hansı motivasiya ilə çıxarsa daha yaxşı olar? Mən düşünürəm ki, futbolun içində olan şeylərdir bu futbolçuların arasındakı mübahisələrin. Yəni bu meydanda gördüyümüzdür. Məşqlərində də baş verdiyini bilmirik, çünki işin içində deyilik. Yəni bu əslində bunu bəli, insafsızlıq kimi qəbul eləmək olar, amma bunu bir tərəfdən də həmən futbolçuların məğlubiyyəti qəbul eləmək istəmədiklərinin göstəricisidir. Yəni mübarizə, əzmkarlıq, məğlub olmamaq istəyidir. Bu da müsbət bir məqam kimi qeyd etmək olar. Təbii ki, olmaz. Məşqçi onların cəzasını da verib, onlar söhbət eləyibdir. Mən bunu faciə bir şey hesab eləmirəm. Mən düşünürəm ki, bu proses artıq arxada qalıbdır. Motivasiya isə çox sadədir. Yəni mən düşünürəm ki, belə maçlarda Qurban Qurbanovun işi daha asan olur. Çünki Çempionlar Liqasında Ajaxa qarşı maçda oynamağa motivasiya eləməyə ehtiyac yoxdur. Xüsusilə də əgər bu maçda qalib gələcəyi halda play-offa çıxma şansı varsa. Ona görə də sadəcə oyunun əhəmiyyəti haqda danışmağı yetərli olacaq məncə. Bu oyunda rəqib bizə gəlir. Elə olanda azarkeşlərimizdən nə gözləyək? Yəni onlar hansı motivasiya ilə çıxış eləməlidir ki, bizim oyunçularımıza təsir eləsin? Chelsea ilə maçdan sonra rəqibin kapitanı Reece James'in yaxşı bir açıqlaması vardı ki, adətən biz rəqib komandanın futbolçularının azarkeşlər barədə danışdığına şahidlik eləmirik. Çox nadir hallarda belə deyək də, müraciət ilə bu barədə danışırlar, amma bunu bu sualı vermədən belə özü danışdı ki, stadionda atmosfer çox əla idi, çox baskılı idi. Yəni Tofiq Bəhramov adlı Respublika stadionunda azarkeşlər biri olanda və baskı eləyəndə o da çox böyük köməyi dəyər komandaya. Çünki yəni elə olanda Qarabağda futbolçular özlərini tək hiss eləmirlər. Çünki çempionat oyunlarında adətən Qarabağ o qədər də çox tamaşaçı qarşısında oynamır deyə orada sanki məşq oyunu kimi havası yaranır və özlərini elə bir şey tərk edilmiş kimi hiss edirlər. Bu da doğru deyil, amma
Avroliqa oyunlarında, Çempionlar Liqası oyunlarında bu qədər azarkeş gəlirdi. Onlar daha da məsuliyyətli olmağa başlayırlar. Çünki fikirləşirlər ki, insanlar onları izləyirlər. İnsanlar bura onlara görə gəliblər. Ona görə də daha məsuliyyətli oynayırlar və azarkeşin də belə məqamlarda rəqib hücuma keçəndə onları fitə basmaqdır və yaxud da ki, səs küyə basmaqdır. Sonra eyni zamanda hakim hansısa bizə qarşı bir qərar verəndə, əks qərar verəndə onu səs çıxartmaqdır ki, belə olan halda futbolçularımız hiss edirlər ki, onların arxasında bu insanlar dayanıblar. Və digər tərəfdən də rəqib futbolçular və rəqib hakimlər də hiss edirlər ki, bura həqiqətən də Qarabağın stadionudur, o Qarabağın meydançasıdır. Ona görə də daha diqqətli olurlar, belə deyək də, əlavə addımları ata bilmirlər. Ona görə də azarkeşlərə çox böyük iş düşəcək. Necə ki, Chelsea ilə maçda komandaya çox yaxşı dəstək olmuşdular. Ajax-la maç bu baxımdan daha da vacib bir qarşılaşmadır. Ona görə də mən düşünürəm ki, azarkeşlər daha da istəkli olsalar, daha həvəsli olsalar, komandamıza daha çox kömək edə bilərlər. Azərbaycan liqasının zəif olması Qarabağı əngəlləyir. Çox böyük əngəllər törədir və mən düşünürəm ki, Qarabağın inkişafına, daha da böyük inkişafına mane olan əsas faktor Azərbaycan Premyer Liqasının zəif olmasıdır. Bunun bir neçə faktoru var. Birincisi, Qarabağın rəqibləri adətən Qarabağla oyunlarda adətən ikinci planda oynayırlar. Yəni adətən müdafiə oynayırlar və Qarabağ öz üstün tərəflərini onlardan istifadə edə bilir, yoxlaya bilmir. Eyni zamanda çempionatımızda taktiki müxtəlifliklər də o qədər də çox deyil ki, misal üçün Ajax-ın oynadığı oyun tərzi hansısa bir komandamızda, Zirədə, Şamaxıda fərqi yoxdur, hər hansı birində olsa, Benfica-nın oyun tərzini oynanan oyunu başqa bir komandamızda olsa, ən azından çempionatda bu komandalara qarşı ilkin həll yollarını çizmək olar. Yəni ən azından bir dəftərçə kimi bir qeydlər eləmək olar. Amma bu olmadığına görə eyni zamanda da Çempionlar Liqasında olan sürət və temp o səviyyədə olmadığına görə komanda xüsusilə də Çempionlar Liqasındakı maçlarda ilk 15-20 dəqiqə, yarım saat ərzində çətinlik çəkir. Çünki adaptasiya olunur. O baskını, Çempionlar Liqasındakı hiss etdiyi baskını ölkə çempionatında bir, maksimum 2 dənə oyunda ola bilər. Neftçi ilə maçlarda mı və yaxud da ki, Sabahla maçlarda mı müəyyən qədər hiss edirlər. O da yetərli deyil. Çünki temp, sürət o qədər yüksək deyil deyə Qarabağ bunu həmən Çempionlar Liqası maçında da o sürətlə, o baskı ilə başlaya bilmir. Çox çətinliklə yaradır. Digər bir məsələ isə hakimlər məsələsidir. Çünki biz bunu xüsusilə də Bilbao ilə maçlar, digər maçlarda görürük ki, Avropada hakimlər hər epizoda fit vermirlər. Hər yıxılan epizoda fit vermirlər. Eyni zamanda oyun çox dayanmır deyə futbolçular dincəlməyə vaxt tapa bilmirlər. Amma Azərbaycan çempionatında bir dənə bir şey olan kimi fit çalınır. Həm bu işin iki tərəfi var. Həm futbolçular istirahət edirlər, nəfəs ala bilirlər, dincəlir, rahat tempdə oynaya bilirlər. Bu onları rahat salır və onlar Çempionlar Liqasında bunu görməyəndə artıq özlərinə adaptasiya ola bilmirlər. Bu oyunu belə deyək də, oyunu sürətinə ayağa uydura bilirlər. Digər tərəfdən də hücum olanda, məsələn Qarabağ bir hücuma keçəndə, bir epizod olanda, məsələn rəqib oyunçusu yıxılır, vaxt aparmağa başlayır. Bir dəqiqə həkim gələcək, bir dəqiqə ona baxacaq, sonra həkim çıxacaq, 3-4 dəqiqə gedir və bu hansı ki sistem qurulub, misal üçün deyək ki, Qurban Qurbanov 3 gün sonra hansı Avrokubok maçına çıxacaq və bu çempionat maçında nəyisə sınamaq istəyir, tempi, sürəti. Başlayırlar, 3 dəqiqə dayandı, təzədən bir də həmən sürəti yığ, düş. Yəni bu həmən o forma lazımi futbolçu formasını, futbolçuların fiziki formasını, atletik formasını yığmağa imkan vermir. Yəni Qarabağ ölkə çempionatında daha da möhkəmlənib rəqibə qarşı hazırlıqlı çıxa bilmir. Ona da çempionatın səviyyəsinin artırılması, hakimlərin, çempionatın sürətinin, tempinin artırılması tək Qarabağ yox, digər Avrokubok təmsilçilərimizin də baxımından çox böyük əhəmiyyət daşıyır. Həm Qarabağın, həm də Ajaxın ilk 24-lüyə düşmə şansı nə qədərdir? Mən düşünürəm ki, Ajaxın şansı yoxdur. Ajaxın şansı heç 1% də deyil. Çünki qeyd etdiyimiz kimi onlar çox da buraxıblar, bütün oyunları uduzublar. Bundan sonra gərək minimum bundan sonraki 3 maçda 15-17 top fərqi ilə qalib gəlirlər ümumilikdə bir yerdə. O da inanılmaz bir şeydir, mümkün də deyil. Yəni Qarabağın isə hətta Ajaxla maçda bir uğursuzluq olsa belə qarşıda Eintrachtla maç var.
Liverpool səfəri inandırıcı deyil. Yəni qəbul eləyək ki, biz hələ o səviyyəyə çatmamışıq. Ümumiyyətlə Liverpool səfərində hər hansı bir komanda mütləq qalib gələcək deyə bir fikir yoxdur. Hətta Barcelonası olsun belə, Manchester City'si olsun belə, heç kim Liverpoola bizim Liverpoolun mütləq udacağıq rahatlığı ilə gedə bilməz. Bu mümkün deyil. Hə, Liverpool yaxşı vəziyyətdə deyil, uğursuzluqdur. O ayrı məsələdir. Amma fakt odur ki, biz hələ heç o səviyyəyə çatmamışıq. Eintrachtın da maçlarımız var və ümumiyyətlə hesablamama görə də, yəni bizə 10 xal bəs eləyəcək. Hətta 9 xal da belə bəs eləyə bilər. Ona görə Qarabağın şansları Ajaxa baxanda dəfələrlə yüksəkdir.